Beynəlxalq Quds günü münasibəti ilə Sionist rejiminin Moskvadakı səfirliyi qarşısında Rusiyanın ədalətsevər gəncləri bu mənfur rejimin Fələstində törətdiyi cinayətlərinə qarşı etiraz əlaməti olaraq piket keçirdilər. Sionist rejiminin Rusiyadakı səfirliyi qarşısında keçən etiraz piketi səssiz və şüarsız şəkildə keçdi. Səbəb isə Moskva meriyasının kütləvi mitinqə icazə verməməsi idi. Təəssüf ki, çoxsaylı müraciətlərə baxmayaraq, Moskva şəhəri meriyası şəhər ərazisində Siyonist rejiminə qarşı miting keçirməyə qadağan etdi. İtirazçılara yaxınlaşan polis əməkdaşları onlara bir-birindən 50 metr aralı dayanmaları barədə tələb yürütdülər. Əks halda piketin polis tərəfindən dayandırılacağı barədə xəbərdarlıq söylədilər. Buna baxmayaraq, haqsevər etirazçılar piketlərinə davam etdilər. Onlar əllərində etiraz plakatları tutmuşdular. Plakatların üzərində Beytül-Müqəddəsə azadlıq, müsəlman torpaqlarından çirkin əllərinizi çəkin, Siyonist rejimi IŞİD-lə bərabər terrorçudur şüarları yazılmışdı. Bugünkü gün bildiyiniz kimi Quds günüdür və ümumiyyətlə Moskva müsəlman cəmiyyətləri bu günləri Ayətullah Seyyid Ruhullah Xomeynin fətvasına görə və bizim üstümüzdə qoyduğu vəsiyyətinə görə hər Ramazan ayının axırıncı 5-ci günü, cümə günü hər yerdə Quds gününü qeyd eləməyə və bu günlərdə bizlər Moskva müsəlman cəmiyyətləri yığışıb burada öz etirazımızı bildirməkdə İsrail səfirliyi qarşısında gəlib durmuşuq. Piketi çəkdiyimiz zaman Siyonist rejimi səfirliyinin mühafizəçiləri və polis əməkdaşları çəkilişimizə mane olmaq istəsə də, qısa sürən danışıqlardan sonra biz işimizə davam etdik. Dünya zalimlərinin başçısı olan İsrail rejimi, Siyonist rejim bütün uşaqların qətlində, qadınların, bəşəriyyətin qətlində bir əlavasitə əli olan bu rejimə qarşı etirazımızı bildirmək, inşallah ki, bütün insanlıq da, nəinki müsəlmanlar, bütün dünya insanları da bunların bu mənfur sifətini tanıyır və bilir. Bugün burada dayanmağımızın, yəni etiraz eləməyimizin məqsədi, niyyətimiz budur ki, yəni ümumi dünyada və kəsnəsli belə deyək də, yəni məxsusən də Fələstində baş verən hadisələr, orada baş verən cinayətlərə, yəni biz burada əleyhinə çıxmağımız, yəni əleyhinə olmağımız da Allahın iznindən ki, müxtəlif məhdudiyyətlərə baxmayaraq, Siyonist rejiminə qarşı keçirilən etiraz aksiyasının iştirakçıları sonda öz məqsədlərinə nail oldular. Emin Abbaszadə, Vüsal Abbasov, Səhər Beynəlxalq Televiziyası, Moskva.